Bismillahirrahmanirrahim. Əgər Ramazan bayramının gecəsində, yəni gün batmamış, bir nəfərin uşağı dünyaya gələ və yaxud bir nəfər evlənə, onlar onun çörəyiyəni hesablansalar, Ramazan bayramında onların fitrəsini o şəxsə vermək vacib olar. Yəni, sabah tutalım ki, Ramazan bayramıdır, bugün axşamüstü gün batmamışdan qabaq əgər bir uşaq dünyaya gəlsə və yaxud evlənsə, bunların fitrəsi o şəxsə, o ataya, o evlənən şəxsə vacib olar. İkinci məsələ, fərz eləyək ki, bir nəfərin qazancı haramdandır, yəni öz ailəsinə yedizdirdiyi çörək hamısı haramdandır, yəni haram qazanır və ailəsinə yedizdirir. Baxmayaraq bu ailəsinə haram yedizdirir, gərək halal puldan onların fitrəsini versin. Yəni Ramazan bayramında halal puldan onların fitrəsini versin. Əlhəmdülillah.